oxudum. Bir hədis var. Hədisdə buyurulur ki, deyir ki, Allah ki deyir imanı sizə sevdirdim və gözünüzdə gözəlləşdirdim. İmanın ən gözəl hissəsi Əlinin vilayətidir. Əli əleyhissalamın vilayətidir. Vilayət dinin dadıdır, duzudur, gözəlliyidir, ləzzətidir, şirinliyidir. Mən hərdən deyirəm, ay Allah, bunu götürsək dilindən nə qalır? Bax, təsəvvür edin, bu məclislər yoxdur, ziyarətlər yoxdur. Get namaz qıl, gəl evə, ayda oruç tut Ramazan ayında. Nə qalır? Bir dinin ləzzəti, dadı Əlinin vilayətidir. Ən gözəl hissəsidir dinin. Görürsünüz, bəziləri İmam Zaman ağanı sevir. Burada da var yəqin ki. İnşallah biz hamımız eləyik. Həyatı haqqında nə bilirik biz? Heç nə bilmirik. İmam Zaman ağanın həyatı haqqında kim nə bilir ki? Barəsində nə məlumatımız var? Amma sevirik onu. Yaddan çıxartmayın, bu Allahın lütfü diye ki, bir adam haqqında heç bir məlumatın yoxdur. Bilirsən, İmam Həsən Əsgər əleyhissalamın oğludur və salam və qeybdədir. Və onu sevirsən, onu gözləyirsən. Bu bizdən asılı olan şey deyil. Bu bizim qəlbimizə Allahın hədiyyəsidir. Və bu günlərdə dua eləyək ki, Allah o qeybdə olan imama məhəbbəti ürəyimizdə çoxaltsın. Bunu dua eləyək bu məclislərdə.